Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə kimya iş dəftərindən növbəti mövzunun kovalent rabitə mövzusunun izahını bölüşürəm. İlk suala diqqət edərək boşluqları müvafiq ifadələrə yazın və mətni tamamlayın. Qeyri-metal atomları arasında ortaq elektron cütü hesabına yaranan rabitə kovalent rabitə adlanır. Məsələn, iki azot atomu arasında 3 ortaq elektron cütü hesabına bu rabitə yaranır. Nəticədə oktet qaydasına uyğun olaraq azot atomlarının xarici elektron təbəqəsi təsirsiz qazların xarici elektron təbəqəsinə bənzəyir. Niyə burada dedik ki, 3 ortaq elektron cütü hesabına? Azotun sıra nömrəsi 7-dir. 1s2, 2s2, 2p3 kimidir elektron konfiqurasiyası. Və bu zaman ümumiyyətlə azot molekulu iki azot atomunun birləşməsindən əmələ gəlmişdir. Və biz də dedik ki, kovalent rabitə mahiyyəti nədən ibarətdir? Rabitə yaranarkən molekullar hansı atomlardan əmələ gəlməyiblər, həmin atomların təkqat rabitələrinin, daha doğrusu tək elektronlarından ortaq elektron cütü kimi istifadə olunur. Biz də görürük ki, azot molekulu iki azot atomundan təşkil olunur və bir azot atomunun 3 tək elektronu var. 2 azot atomunun ümumilikdə neçə elektronu olacaq? 6 elektronu və ortaq olaraq 3 cüt elektrondan istifadə olunacaqdır. Ona görə də 3 cüt ortaq elektron hesabına yaranır kovalent rabitə. İkinci suala diqqət edirək. İkinci sualda bizə deyir ki, hansı element atomları arasında kovalent rabitə yaranar cavabınızı əsaslandırın. Biz dedik ki, kovalent rabitə qeyri-metal atomları arasında yaranır. Bu qeyri-metal atomları eyni də ola bilər, müxtəlif də ola bilər. Birinciyə diqqət edirək. Natrium və xlor. Natrium metaldır, xlor qeyri-metaldır. Metal və qeyri-metal atomu arasında yaranan rabitə ion rabitəsidir. Bir düzgün cavab variantı ola bilməz. 2. Hidrogen və flor. Bəli, 2 doğru ola bilər. Həm hidrogen, həm flor hər ikisi qeyri-metaldır. 2 doğrudur. 3-də deyir kalium və kükürt. Kalium metaldır, kükürt qeyri-metal. Metal və qeyri-metal atomu arasında yaranan rabitə ion rabitə adlanır. 3 doğru deyil. 4-də deyir kükürt və oksigen. Bəli, hər ikisi qeyri-metaldır və qeyri-metal atomları arasında yaranan rabitə necə rabitədir? Kovalent rabitə. Düzgün cavab variantı 2 və 4'tür. Üçüncü suala diqqət edirək. 4 fərqli elementin atom modeli verilib və A variantında bizə bildirilir ki, A2 molekulunun əmələ gəlmə sxemini tərtib edin. İlk öncə A-da A-nın nüvəsi və xarici energetik səviyyəsi. Elə bir deməli energetik səviyyəsi var. Və biz görürük ki, burada xarici elektron təbəqəsində 1 elektron var. Yəni, bu A elementinin 1A atomunun bir tək elektronu var. Və ikinci, deməli, A2 molekuluna söhbət gedirsə, mən eyni bu atomun ikincisini ona birləşdirməliyəm. Və bu zaman, deməli, nüvə deməli, bu element atomunun normalda bir atomunda görürük ki, bir tək elektronu var. Və rabitə yaranarkən, qeyri-polyar rabitə yaranarkən tək elektronlarından ortaq şəkildə istifadə olunur. Bu, deməli, atomun tək elektronu 1-dir. Digər atomunda bir tək elektronu var. Görünür də burada düzdür, eyni atomda. Hər iki atomun bir tək elektronu var. Rabitə yaranarkən hər ikisindən ortaq şəkildə 2 elektrondan, baxın, bu 1 elektron, bu da 2 elektron. 2 elektrondan deməli ortaq şəkildə istifadə olunur. Və element xarici elektron təbəqəsində olan elektronları neçəyə tamamlayır? 2-yə tamamlayır dublet qaydasına əsasən. A2 molekulun əmələ gəlmə sxemini biz bu şəkildə tamamlaya bilərik. Ortaq olaraq 2 elementdən, 2 elektrondan baxın bu şəkildə. Ortaq olaraq 2 elektrondan deməli bu nüvədir. 2 elektrondan ortaq şəkildə istifadə olunur. Daha sonra keçək ikinci B variantına. B2 molekulunun əmələ gəlmə sxemini tərtib edin. Gəlin B2 molekulunun birinci atom quruluşunu yazaq. 1s2, ikinci energetik səviyyədə 2s2 elektron, 2p üçün baxın neçə qalır. Xarici elektron təbəqəsində görsək ki, 1, 2, 3, 1, 2, 3,
4, 5, 6 elektronu var. İkisi S yarım səviyyəsindədirsə, qalan 4-ü də P yarım səviyyəsindədir. Və gəlin baxaq ki, normalda 1B atomunun neçə tək elektronu var? S2-də 1 orbital 2 elektron, 2s2'de 1 orbital 2 elektron, 2p4'te p'de 3 orbital var. Elektronlar tek doldurulur. 1, 2, 3, 4. Neçə tək elektron qalır? 2. Normalda 1B atomunda 2 tək elektron var. Kovalent rabitənin mahiyyəti də ondan ibarətdir ki, rabitə yaranarkən hər atomda olan tək elektronlarından ümumi şəkildə deməli ortaq olaraq istifadə olunur. Deməli B atomunun 2 tək elektronu var. B2 molekulu yaranarkən hər bir B'dən 2 dənə, B2 yaranarkən ümumi 4 elektrondan, yəni 2 cüt elektrondan ortaq olaraq istifadə olunmalıdır. Bizə diqqət yetirək. Deməli B bu nüvədir. Bu B'nin birinci energetik səviyyəsi, bu da ikinci energetik səviyyəsi. Və digər B atomu bu xarici energetik səviyyə kəsişdirək. Bu da birinci energetik səviyyə. Bu da nüvədir, düzdür. Birinci energetik səviyyədə hər ikisində 2 elektron var. Keçirik xarici energetik səviyyəyə. Biz dedik ki, hər bir B atomunun 2 tək elektronu var. Deməli, B2-nin yaranmasını nəzərə alsaq, 2 cüt elektrondan biz ortaq istifadə edəcəyik. Baxın, burada 1 elektron, 2 elektron, bir dənə təzən çəkim. Deməli, diqqət etirsək, baxın, 1 elektron, 2 elektron, baxın, 1 elektron, 2 elektron, 3 və 4 elektron. Yəni, 2 cüt elektrondan ümumi şəkildə istifadə olundu. Hər iki atoma aiddir. Məsələn, bu 2 elektron bu atoma, bu 2 elektron bu atoma. Və gəlin, indi xarici elektron təbəqəsini tamamlayıq. 2 elektron var xarici elektron təbəqəsində hələlik, düzdür, bu atoma uyğun olaraq da. 2 elektron, neçəsi çatışmır? 6-sı. 8-i tamamlamaq üçün. 1, 2, 3, 4, 5, 6, 7, 8 elektron. Bax, bu oldu 1. Sonra bu elektronda da, bu atomda da 1, 2 dənə var. 3, 4, 5, 6, 7, 8 elektron. Deməli, ortaq olaraq, baxın, burada biraz səliqəsiz oldu. Ortaq olaraq biz dedik ki, 2 cüt elektrondan, yəni 4 elektrondan ortaq şəkildə istifadə olunur. 1, 2, 3 və 4 elektrondan. 2 cüt elektrondan. Digərində xarici energetik səviyyəyə görə tamamlayırıq 8-ə. Daha sonra keçək növbəti suala. Növbəti sualda bizə deyir ki, X2 molekulunun əmələ gəlmə sxemini tərtib edin. X-ə diqqət yetirək. Elektron konfiqurasiyasını tamamlayaq. 1s2, 2s2, ikinci energetik səviyyəsində 1, 2, 3, 4, 5 elektron görürük ki, var. İkisi S yarım səviyyəsindədirsə 2p üçün qalır 3. Və normal halda görürük ki, neçə tək elektronu var? 3 tək elektronu var. 1, deməli, X atomunun 3 tək elektronu var. Söhbət burada gedir X2-dən. 1 X atomunun 3 tək elektronu varsa, X2-də deməli, ümumi 6 elektron ortaq olaraq istifadə olunacaqdır. Və bunun üçün də biz xarici elektron səviyyəsini, energetik səviyyəni yazırıq. Bu da birinci energetik səviyyə, bu da nüvə, düzdür. Və digər atomunda xarici energetik səviyyəsini yazdım. Bu da birinci energetik səviyyədir, bu da nüvə. Birinci energetik səviyyədə gördüyümüz kimi 1 elektron var. İkinci xarici energetik səviyyədə ortaq olaraq 6 elektrondan biz cüt şəkildə istifadə edəcəyik. Baxın, 1, 2, 3, 4, 5, 6 elektrondan. Və xarici energetik səviyyə neçəyə tamamlanmalıdır? Oktet qaydasına əsasən 8-ə. 1, 2, 3-ü var. 4, 5, 6, 7, 8 tamamlandı. 1, 2, 3'ü var. 4, 5, 6, 7, 8 tamamlandı. Və bu şəkildə sxemi tərtib edə bilərik. Və ortaq olaraq 3 cüt elektrondan, yəni 6 elektrondan istifadə olundu. Sonra keçirik D variantına. D-də bizə deyir ki, Y2 molekulunun əmələ gəlmə sxemini tərtib edin. Y, baxın, elektron konfiqurasiyasını yazsam 1s2,
2s2. İkinci energetik səviyyədə neçə elektron var? 1, 2, 3, 4, 5, 6, 7. İkisi s yarım səviyyəsindədirsə, P üçün qalır neçə dənəsi? 5 dənəsi. Və biz görürük ki, normal halda bu Y atomunun bir tək elektronu var. O da ki, P yarım səviyyəsində, düzdür? Bizə deyir ki, Y2 atomunun, əgər bir atomun bir tək elektronu varsa, iki atomun neçə elektronu olacaq? 2. Gəlin biz elektron birinci xarici energetik səviyyəni çəkirəm. Bu daxili birinci energetik səviyyə. Daha sonra digər atomun da elektron səviyyəsini çəkdim. Bu da daxili. Birinci energetik səviyyədə 2 elektron var. İkinci energetik səviyyədə normalda biz dedik ki, hər bir atomun bir tək elektronu var. İki atomla söhbət getdiyinə görə ümumilikdə iki ortaq şəkildə istifadə olunacaq tək elektrondan. Baxın, 1, 2. 2 elektronun ortaq şəkildə istifadə olundu. Və baxaq, bu xarici energetik səviyyə, bu 2 elektron hər ikisinə aiddir. 1, 2 dənəsi var. 3, 4, 5, 6, 7, 8 dənə. Burada da 1, 2 dənəsi ortaq olaraq var. 3, 4, 5, 6, 7, 8 dənə xarici energetik səviyyə 8-i tamamlandı. Və bir cüt elektrondan ortaq şəkildə istifadə olundu. Yəni hər atomda bir tək elektron sayı qədər, 2 atom olduğuna görə 2 dənə elektrondan cüt şəkildə istifadə olundu. Daha sonra Y-də bizə deyir, atomlar arasında yaranan kovalent rabitələrin sayını müqayisə edin. Deməli, əziz şagirdlər, biz gördük ki, A-da 2 elektrondan cüt şəkildə istifadə olundu. Və bunu bilin ki, kovalent rabitə xətlə işarə olunur və hər bir kovalent rabitəni 2 ortaq elektron deməli yaradır da. A atomları arasında biz gördük ki, bir cüt elektron iştirak elədi və bir rabitəni də bir cüt elektron yaradır. Deməli, A atomlar arasında bir cüt deməli ortaq elektron cütü yarandığına görə bir rabitə yaranır. Baxın, hər rabitəni bir elektron yaradır. Bu elektron bu A atomunundur, bu elektron da bu A atomunundur. Deməli, 2 ortaq elektron yarandığına görə deməli bir rabitə yaranır. Daha sonra keçirik B-yə. B-də biz gördük ki, xarici energetik səviyyəsində 2 tək elektronu var və 2 tək elektronu var. Hər B atomundan 2 elektron, ümumilikdə 4 elektron oldu və 4 elektron varsa biz dedik bir rabitəni 2 elektron yaradır. 4 elektron varsa deməli 2 rabitə var deməkdir. Düzdür? 2 kovalent rabitə. Kovalent rabitə də xətlə işarə olunur. Deməli B molekullar, atomlar arasında 2 rabitə var. Daha sonra keçirik X-ə. X-ə biz gördük ki, xarici energetik səviyyədə 3 tək elektron var və bu 2 deməli 1, 2, 3, 4, 5 xarici energetik səviyyəsində gördük ki, 3 tək elektron var. Bu bir deməli atomu üçün idi. X2 atomundan söhbət gedirsə, 2x atomundan söhbət gedirsə, birinin 3 tək elektronu varsa, digərində 3 tək elektronu var. Ümumilikdə olur 6 elektron. Və bir rabitə üçün də bizə 2 elektron lazımdır. 6 elektron olduğuna görə deməli 3 rabitə əmələ gəlib x atomları arasında. Y-də də gördük ki, cəmi bir tək elektronu var. Bir tək elektronu varsa, deməli bir cüt ortaq elektron cütü yarandı da və bu bir cütdə bir rabitə yaradır. Bir rabitəni bir cüt deməli elektron yaradır. Və ona görə də təkqat rabitə olur, kovalent rabitə. Bunu da başa düşdük. Daha sonra bizə deyir ki, F variantı nə üçün bəzi atomlar arasında eyni, digər atomlar arasında isə müxtəlif sayda rabitələr əmələ gəldi. Dediyimiz kimi bir rabitəni bir cüt elektron yaradır. Bəzi rabitələrdə ortaq olaraq bir cüt, yəni 2 elektron ortaq olduğuna görə eyni rabitə əmələ gəldi. Digər B və C variantlarında isə, daha doğrusu B və X atomlarında isə ortaq elektron cütlərinin sayı fərqli olduğuna görə atomlar arasında rabitələrin sayı da fərqli oldu. Daha sonra keçirik neçənci çalışmaya.
Dördüncü çalışmaya. Dördüncü çalışmada bizə bildirir ki, bir azot və 3 hidrogen atomu birləşərək amonyak molekulunu əmələ gətirir. Amonyak molekulu əmələ gələn zaman azot atomunun xarici elektron təbəqəsi hansı təsirsiz qazın xarici elektron təbəqəsinə bənzəyir və bu atomun tam elektron formulunu yazın. Deməli, əziz şagirdlər, azotun sıra nömrəsi 7-dir. 1s2, 2s2, 2p3. Və azot dediyimiz kimi qeyri-metal olduğuna görə rabitə əmələ gəlməsində elektron alır. Və elektron alarkən xarici elektron səviyyəsini 8-ə tamamlayır. Neçə elektron var xarici elektron təbəqəsində? 5 elektron var. 8-i tamamlamaq üçün neçə elektron almalıdır? 3 elektron. 1s2, 2s2, 2p3. 2p3 idi. 3 elektron da aldı. Nə oldu? 2p6. Tam elektron formulu əmələ gələn, deməli, atomun tam elektron formulu bu şəkildədir. 1s2, 2s2, 2p6. Və hansı təsirsiz qazdır? Sıra nömrəsi 10 olan, deməli, helium yox, neon. Sıra nömrəsi 10 olan neona bənzədir. Daha sonra B variantına diqqət edirək. Nə üçün bir azot atomu ilə 3 hidrogen atomu birləşir? Çünki biz azot atomunun sıra nömrəsi 7-dir və elektron konfigurasiyasını tərtib edərkən görürük ki, azotun 3 tək elektronu var. Düzdür? Bir azot atomunun. N. Bir azot atomunun 3 tək elektronu varsa, bu tək elektronlardan ortaq şəkildə istifadə olunmalıdır. Və hidrogenin də, deməli, bir hidrogenində bir elektronu var. Bu 3 tamamlamaq üçün bu 3 elektronu ortaq şəkildə. Deməli, bir hidrogen atomunun bir elektronu varsa, bu 3-ü tamamlamaq üçün biz 3 dənə hidrogen atomu götürməliyik ki, hər bir azot atomuna, deməli, 3 hidrogen atomu düşsün. Yəni azotun normalda tək elektronu 3-dür, hidrogenin isə 1 elektronu var. 1 elektron olduğuna görə biz bu deməli necə deyim, balansı tamamlamaq üçün hidrogendən 1 vurulsun 3. 3 dənə götürməliyik ki, bu elektronların deməli mübadiləsi kompensasiya olunsun. Daha sonra C variantında deyir, oktet qaydasını nəzərə alaraq amonyak molekulunun modelini tərtib edin. Və bu zamanda görürük ki, amonyak molekulunun təsvirini yazsam NH3, bir azot atomuna 3 hidrogen atomu düşür. Baxın, mən birinci azotun elektron konfigurasiyasını yazdım. Bu üçün hər biri, bunlar hidrogendir, düzdür? Və görürük ki, azotun normalda 3 tək elektronu var, hidrogenin də 1 tək elektronu var. Və burada 3 hidrogen atomu olduğuna görə, deməli 3 vurulsun 1 tək elektron 3. Azotda da 3, hidrogende də 3. Ümumi 6 dənə deməli tək elektron olur da, yəni ümumi olaraq. Və bu 6 elektrondan ortaq cüt kimi istifadə olunur. Baxın, ikisi bu hidrogenlə, ikisi bu hidrogenlə 3 atom olduğuna görə, ikisi də bu hidrogenlə. Oldu 6. Xarici energetik səviyyə 8-ə tamamlanmalıdır. 6 dənəsi var, 7, 8. Quruluş modelini bu şəkildə tərtib edə bilərik. Deməli, 5-ci sualda bizə deyir ki, dövrü cədvəldən istifadə etməklə modeli verilmiş kovalent rabitəli birləşmə üçün aşağıdakıları müəyyən edin. Və deyir ki, bu kimyəvi formul, kimyəvi rabitə sayı, atomun bənzədiyi təsirsiz qazı müəyyən edin. Baxın, biz xarici elektron səviyyəsinə diqqət etirsək, birinci bu elektronu tamamlayaq. 1s2, birinci energetik səviyyədə 2 elektron var. İkinci energetik səviyyədə 8, 2s2, 2p6 ümumilikdə. Üçüncü energetik səviyyədə 3s2, 3p6. Deməli, bu özünü hansı təsirsiz qaza bənzədib bu atom? Təsirsiz qaza bənzətdiyi hansıdır? Sıra nömrəsi 18 olan, yəni arqona. Bu düzdür. Və biz xarici elektron səviyyəsinə diqqət etirsək görərik ki, qara rənglə xarici elektron təbəqəsində neçə elektron var? 1, 2, 3, 4, 5. Bu qara rəng daxildə yerləşən atoma aiddir də. Yəni onun 5 dənə xarici energetik səviyyəsində cəmi 5 elektronu var. Nəzərə alsaq ki, onun ikisi 3s yarım səviyyəsindədir. 3p üçün qalır nə? 1s2, 2s2, 2p6, 3s2, 3p3. Deməli, sıra nömrəsi 15 olan elementdən söhbət gedir. Bu da fosfor elementidir. Nə elementidir? Fosfor. Digər yerdə qalan o göy rəngini verən elektronlar da, onlar da hidrogenə aiddir. Çünki hidrogenin normalda bir tək elektronu var. İkinci elektron artıq ortaq elektron cütü kimi istifadə olunur. Fosforla birlikdə. Deməli, 3 hidrogen atomu olduğuna görə 1 fosfor, 3 hidrogen atomu formul olur nə? pH3.
Rabitələrin sayı bir fosfor atomuna 3 hidrogen birləşib. Neçə hidrogen? 3 hidrogen birləşib. Və biz dedik ki, hardan bilirik, yəni 3 rabitə var? Bir rabitəni 2 elektron yaradır. Bir cüt elektron. Baxın, burada bir cüt elektron var. Deməli, bir rabitə burada. Burada da bir cüt elektron var. Deməli, bir rabitə də burada. Burada da bir cüt. Deməli, 3 rabitəmiz var. Rabitələrin sayı oldu neçə? 3. Atomların bənzədiyi təsirsiz qaz. Hidrogen dublet qaydasına əsasən heliuma bənzəyib, xarici elektron səviyyəsində 2 elektron var. Fosforda oktet qaydasına əsasən arqona bənzəyib, xarici elektron təbəqəsində 8 elektron var. Keçirik növbəti 6-cı suala. 6-cı sualda bizə deyir ki, dövri cədvəldən elementlərin atom nömrələrini götürməklə nümunəyə uyğun boşluqları tamamlayın. Florun sıra nömrəsi 7-dir. Xarici elektron təbəqəsində 1s2, 2s2, 2p, 4, 5. Bir tək elektronu var. Bir tək elektronu varsa, flor molekulu yaranan zaman hər flor atomunun bir tək elektronu olduğuna görə deməli, flor atomları arasında ümumi 2 tək elektron var. Flor atomları arasında da 2 elektrondusa, bu bir rabitəni 2 elektron yaradır. Təkqat rabitə olacaqdır flor atomları arasında. Daha sonra keçirik oksigenə. Oksigəndə və deməli sıxım bir cüt rabitə. Oksigen atomunun oksigenin elektron konfigurasiyası 1s2, 2s2, 2p4 kimidir. Və diqqət yetirək, burada neçə tək elektron var? 2 tək elektron var. 2 tək elektron varsa, bir oksigen atomunun 2 tək elektronu var. 2 oksigen atomunda söhbət getdiyinə görə ümumilikdə 4 tək elektron olur. Oksigen 1, 2, 3, 4 tək elektron var. Və biz dedik ki, bir rabitəni 2 elektron yaradır. 2 elektronumuz var bir rabitə, 2 elektronumuz var ikinci rabitə. Keçirik azota. Azotun elektron konfigurasiyası 1s2, 2s2, 2p3 kimidir. Bir azot atomunda 3 tək elektron var. 2 azot atomunda 6 tək elektron olacaqdır. Baxın, azot atomu 6 tək elektron. 1, 2, 3, 4. 5, 6, yəni 300. Və bir rabitəndə bizdə də 2 elektron yaradır. 1 rabitə, 2 rabitə, 3 rabitə. Keçirik xlora. Xlor 1, deməli, elektron konfigurasiyası 17-dir. 1s2, 2s2, 2p6, 3s2, 3p5. Xarici elektron təbəqəsində bir tək elektronu var. Bir xlor atomunun bir tək elektronu var. 2 xlor atomundan söhbət getdiyinə görə 2 tək elektron olacaqdır. 1, 2 elektron və biz də demişik ki, bir rabitəni 2 elektron yaradır. Deməli, xlor atomu arasında 2 elektron olduğuna görə bir rabitə əmələ gələcəkdir. Daha sonra deməli, keçək H2O-ya. Hidrogenin normalda bir tək elektronu var. 1s1. 2 hidrogen atomundan söhbət getdiyinə görə, deməli, 2 burada belə deyək də 2 tək elektron. Oksigəndə də ki, oksigenin elektron konfigurasiyasını yazırıq. 1s2, 2s2, 2p4 kimidir. Oksigenin də bir oksigen atomundan söhbət gedir də burada. Normalda 2 tək elektronu var. Hidrogenin 2 tək elektronu, oksigenin də 2 tək elektronu. Ümumi oldu neçə tək elektron? 4 tək elektron. Biz də bilirik ki, bir rabitəni 2 elektron yaradır. Əgər 2 tək elektron varsa, 4 tək elektron varsa, deməli burada 2 dənə rabitə var deməkdir. Bu 2 rabitə vasitəsilə hidrogenlər birləşir. Ümumi sıxım bu şəkildə olacaqdır. Daha sonra keçirik NH3-ə və bunu bilin ki, hidrogen birvalentlidir. Yəni, kovalent rabitə həmçində elementə o qədər birləşə bilər ki, həmin element o qədər valentli olsun. Baxın, oksigenə 2 dənə xətt birləşib. Oksigen 2 valentlidir. Hidrogenə 1 xətt birləşə bilər, çünki 1 valentlidir. Azotda, azotun elektron konfigurasiyası 1s2, 2s2, 2p3 kimidir. 3 tək elektronu var azot atomunun. Bir azot atomundan söhbət getdiyinə görə 3 tək elektron. Hidrogen normalda elektron konfigurasiyası 1s1-dir. 1 tək elektronu var. 3 hidrogen dediyinə görə 3 vurulsun 1-ə. 3 elektron var. Ümumi neçə elektron oldu? 6 elektron. Biz də dedik ki, bir rabitəni 2 elektron yaradır. 6 elektron varsa, deməli 3 rabitə var deməkdir. Azot 3 rabitəsi var və bu rabitələrlə nələr birləşib? Hidrogenlər.
Və elektron cütü olaraq isə deməli biz yazıram. Deməli elektron cütü olaraq azot atomunun ətrafında hidrogen 1, 2 bu şəkildə 3 rabitə birləşib. Növbəti 7-ci suala diqqət edirək. 7-ci sualda baxın bizə birinci nümunə verilib və həmin nümunəyə uyğun olaraq digər sxemləri də tamamlamalıyıq. İkinciyə baxın. Deməli karbondan hər hidrogenə deməli 4 belə deyək də bir karbon atomuna 4 hidrogen birləşib. Baxın, 1 hidrogen atomu, 2 hidrogen atomu, 3 hidrogen atomu, 4 hidrogen atomu. Düzdür. Deməli karbon və hidrogen iki fərqli qeyri-metal atomları arasında hansı rabitə olur? Kovalent rabitə olur və kovalent rabitə dediyinə nə işarə olunur ümumiyyətlə rabitə? Xətlə. Bir karbon atomundan 4 hidrogen atomu ayırdım. Və bu şəkildə tamamlaya bilərik. Daha sonra bizə deyir ki, üçüncüyə diqqət edirək. Karbon atomundan 4 deməli xətt birləşib, 3-ü hidrogenlə rabitə əmələ gətirib, digər rabitə isə karbonla xlor atomu arasında əmələ gəlib. Dördüncü birləşmə isə karbonla 3 hidrogen atomu arasında əmələ gəlib və karbonla oksigen arasında, karbonla hidrogen arasında. Bu şəkildə tərtib edə bilərik. Sonuncu 8-ci suala baxırıq. 8-ci sualda bizə məsələn verilmiş elementlər verilib. Dövrü cədvəldəki atom nömrələrinə əsasən uyğun gələn binar birləşmələrin formulları. Məsələn 2-3 nümunə üzərində izah edərəm. Hidrogen və brom məsələn. Hidrogen elektron konfiqurasiyasını tərtib edək. 1s1, 1 elektronu var. Və neçə elektrona ehtiyacı var dublet qaydasının tamamlanması üçün? 1 elektrona ehtiyacı var hidrogenin. Yazırıq 1. Bromun elektron konfiqurasiyası, deməli brom 7-ci qrupda yerləşir. Xarici elektron təbəqəsi 3s2, 3p5 kimidir. 7-ci qrupda yerləşir də. 3 yox, 4s deməli və yaxud da fərqi yoxdur. Yəni 7-ci qrupda yerləşirsə, baxın, hidrogeni yazıq 1s1 düzdür. 2-yə tamamlaması üçün 1 elektrona ehtiyacı var. Brom 7-ci qrupda yerləşir. ns məsəl üçün 2, MP 5. Xarici elektron təbəqəsində 7 elektron var. 8-ə tamamlaması üçün neçə elektrona ehtiyacı var? 1 elektronla, düzdür. Və biz dedik ki, hansı element ki nisbətən solda yazılır, o binar nomenklatura əmələ gətirən zaman qeyri-metal atomlar arasında o birinci yazılır. Biri hidrogendir, biri bromdur. Hansı daha solda yerləşir? Hidrogen. Hidrogeni deməli yazıram. Solda, bromu yazdım harda? Sağda. Hidrogenin də 1 elektrona ehtiyacı var, bromun da 1 elektrona ehtiyacı var. 1 və 1 üçün əkab tapılır 1, 1 bölünür 1-ə, bir dəfə heç nə yazılmır, 1 bölünür 1-ə heç nə yazılmır. Binar nomenklatura formulu oldu nə? H brom. Daha sonra məsələn, diqqət eləyək ikinci nümunə deyək, karbon və xlora. Karbon elektron konfiqurasiyası 1s2, 2s2, 2p2 kimidir. Karbon neçənci qrupda yerləşir? 4-cü qrupda yerləşir. 4-cü qrupda yerləşirsə, xarici elektron təbəqəsində neçə elektronu var? 4 elektronu. Daha neçə elektrona ehtiyacı var oktet qaydasını tamamlaması üçün? 4 elektrona ehtiyacı var. Düzdür. Karbonun deməli 4 elektrona ehtiyacı var. Xlor isə elektron konfiqurasiyası 1s2, 2s2, 2p6, 3s2, 3p5 kimidir. Xarici elektron təbəqəsində 7 elektronu var. Neçəyə ehtiyacı var? Hələ 1 elektrona ehtiyacı var oktet qaydasının tamamlanması üçün. Və yazıram. Karbon, xlor hansı daha solda yerləşir? Solda yerləşəndə sol tərəfdə yazıram. Karbon sol tərəfdə yerləşir. C, xlor da sağ tərəfdə. Karbonun 4 elektrona ehtiyacı var. Xlorun 1. 4 və 1 üçün ortaq məxrəc. Əkyob 4. 4 4-ə bölünür. Karbonun indeksində yazılır 1 dəfə. 4 1-ə bölünür 4. Xlorun indeksində yazılır. C xlor 4. Digər yerdə qalan deməli binar nomenklaturanları isə özünüz tərtib edə bilərsiniz.